Bizə gəlib çatan məlumatda deyilir ki, dində 4 arvada icazə var. Amma Məhəmməd Peyğəmbərin 11 arvadı olub, onlardan 9-u rəsmi olub. Bu Allahın qanununu pozmaq deyilmi? Niyə Məhəmməd Peyğəmbər hər istədiyinə Allah icazə verir? Məhəmməd Peyğəmbər eyni vaxtda 9 qadından ailəli olmayıbdır. İslam 4 qadına icazə verir. Amma bunu hansı şərtlə verir? Bunu o şərtlə verir ki, siz o 4 qadının 4-ünü də saxlaya biləcəksiniz. Onu edə bilən kişi bugün varmı? Bu çox çətin bir məsələdir. Yəni, kişilərin istəyi nəzərə alaraq, yüksək meyli nəzərə alaraq, bu məsələ bu formada qoyulub ki, siz əgər həqiqətən də 4 xanıma baxa biləcəksinizsə, onları saxlaya biləcəksinizsə, eyni münasibət olacaqsa, maddi imkanınız varsa, buna icazə verilir. Bir müddət İraq-İran müharibəsində kişilərin çoxu həyatını itirdi və çoxlu qadın dul qaldı. Və İran fətva verdi ki, bu qadınların ağır vəziyyətdən çıxartmaq üçün kişilər bir neçə qadından ailə qura bilər. Baxın, bizdə dul qadına biz lazımsız bir əşya kimi baxırıq. Bu məni çox narahat edir. Bir qadının həyat yoldaşı öldüsə, artıq o bitdi hər şey. Baxın, Məhəmməd Peyğəmbər onun ailə qurduğu qadınların mütləq əksəriyyəti dul idi. Bəziləri qərbdə də üzr istəyirəm, arvad-baz kimi təqdim edilir. O arvad-baz olsaydı, niyə gedib birinci Xədicə ilə ailə qururdu, özündən çox yaşlı bir qadınla. Ona görə də mən düşünürəm ki, yəni bu kimi məsələlərə yanaşanda biraz o dövrün reallıqlarını və mərhələli prosesləri də biz nəzərə almalıyıq.